Salam, hər vaxtınız xeyirli olsun. 9-cu sinif buraxılış imtahanına hazırlaşan şagirdlər artıq demək olar ki, digər zonalar üzrə imtahanlar təşkil olunub. 3-cü zona imtahanı qalıb. Bu imtahana gedəcək şagirdlər digər zonalarda, digər imtahanlarda istifadə olunan suallara bir də yenidən baxsınlar, yenidən onları işləyin, analiz eləyin. Sualları təkrar suallara baxın, həmin suallara və həmin suallarda hansı mövzulardan düşübsə o mövzulara yenidən bir baxın. Ən çox isə deyərdim ki, vektorlar, koordinatlar metodu, 4 bucaqlılar, sonra 3 bucaqlar, bu mövzulara daha çox diqqət yetirin. Fəza fiqurlarından tam səthin sahəsinin tapılması və bu tipli digər düsturlar var ki, bu düsturları bir nəzər yetirin, düsturları təkrarlayın. Cəbr hissəsindən isə həqiqi ədədlərdir, həqiqi ədədlər üzərində əməllərdir, adi kəsirlər, rasional ifadələr, kvadrat üçədli, faiz, natural ədədlər. Bu bölmələrə daha çox diqqət yetirin. Ətraflı yazılarda, ətraflı yazı tələb edən suallarda da biraz sualları tam bilməsəz belə ən azından düsturunu və ya qaydasını yarıya qədər yazsaz belə səliqəli formada yazın, nəsə yazın ki, ən azından müəyyən bir bal ala biləsiniz. İmtahan ümid edirəm ki, çox da çətin olmaz, ürəyinizcə olar, səhv suallar olmaz və hamınız yüksək nəticələrlə inşallah imtahandan çıxarsınız. Hər birinizə uğurlar.